Hər vaxtınız xeyir olsun yoldaşlar. May, iyun, iyul kimi dövlət qulluğu imtahanlarına hazırlaşan tələbələr aprel ayının hər iki növbəsində, səhər və günorta növbəsində düşən suallarla maraqlanırlar və o sualları yenə də ilk dəfə olaraq sizin qarşınıza biz çıxarırıq və keçirəm birbaşa izaha vaxtınızı almadan. Səhər növbəsidir bu yoldaşlar. Aprelin BB imtahanının səhər növbəsi. Təhlükəsizlik üçlüyü ilə bağlı aşağıdakı uyğunluğu müəyyən edin. Təhlükəsizlik üçlüsü deyəndə nəyi nəzərdə tutur? İnformasiya təhlükəsizliyinin üç əsas xarakteristikasıdır. Bu terminə baxmasaz belə, onsuz da məxfiliyin, tamlığın və əlçatanlığın təriflərini bilirsiniz. İnformasiyanın məhdud bir dairədə bəlli olması informasiya məxfilidir. Yəni onu hamı bilmir də, məhdud bir dairədə bəllidir. İkinci tamlıqdır. İnformasiyanın icazəsiz dəyişikliklərdən qarşısını almaq, onun tamlığını pozmamaq deməkdir. Ona görə 2-yə B uyğundur, 3-ə görə nə uyğundur? Əlçatanlıq. Lazım olan anda məlumatları əldə edə bilməyimizi nəzərdə tutur əlçatanlıq funksiyası. 1A, 2B, 3D. 1A, 2B, 3D. Hansı cavab variantıdır? B. 57. Sərt disk qurğusunun hansı məqsədlə istifadə olunduğunu tapın. İnformasiyanı uzun müddət yadda saxlamaq. Çünki sərt disk, hard disk istifadəçinin məlumatlarını, videolarını, şəkillərini və əməliyyat sistemini və digər parametrləri uzun illər yadda saxlamaq üçün nəzərdə tutulur. Cədvələ üslub vermək üçün hansı tabdan istifadə olunur? Yoldaşlar, cədvəl yaratmaq üçün insert tabından istifadə olunur. Lakin cədvəli yaradandan sonra iki dənə kontekstual tab açılır. Nəzəriyyəmizdə birbaşa kontekstual tablarla bağlı çox sadə bir cədvəl var. Cədvəllərlə işləyən zaman, yəni table'larla işləyən zaman design və layout tabları açılır. Layout tablarından cədvələ sətir, sütun əlavə etmək, silmək, bu kimi kobud işlər görmək olur. Table designdan isə estetika, rəng, üslub, tərtibat kimi parametrləri dəyişmək olur. Ümumiyyətlə, mart imtahanından sonra aprel imtahanının informatikası tələbələrə məlhəm kimi gəldi. Çünki martda informatika bərbad səviyyədə idi. Çox çətin eləmişdilər. Hətta fevraldakından heç danışmağın adı belə yoxdur. Fevraldakının, martdakının da izahları YouTube-da var. Baxın, görün necə şoka salıcı suallar var orada. Bir şəkildə verilmiş lent qrupu hansı lent tabına məxsusdur? Söhbət gedir immersive əmrindən. Ümumiyyətlə, əmrin nə olduğunu sizə göstərmək üçün Word proqramına daxil oluram. View tabına keçirəm və immersive reader-ı açıram. Burada siz mətni bir sətri fokuslayaraq oxuya bilərsiniz və yaxud mətni səsli şəkildə oxuya bilərsiniz və s. Cavab olacaq view tabı. 60-cı sual. Yoldaşlar deyir ki, açılmış pəncərədə AutoFit, Rawhide nə deməkdir? Birbaşa ingilis dilindən tərcümədir. AutoFit, avtomatik nizamlamaq, tənzimləmək deməkdir. Raw, sətir deməkdir. Hide də hündürlük deməkdir. Qeyd olunmuş damalardakı məzmuna uyğun olaraq sətirlərin hündürlüyünün avtomatik tənzimlənməsi. Cavab C variantı. Sonra 61. Orfoqrafik səhvlər necə göstərilir? Orfoqrafik xətlər qırmızı dalğalı formada göstərilir. Qrammatik xətlər isə göy qoşa xət. İnanın səmiyyətimə, məqsədim heç kimin ünvanına daş atmaq deyil. Amma 2010-cu ildən, Word 2010-cu ildən sonra aparılmış bu dəyişikliyi hələ müəllimlərin çoxu bilmir və konspektlərində yoxdur. Bu kimi primitiv detalı tələbələrinə səhv öyrədirlər. Orfoqrafik səhvlər qırmızı dalğalı xətlə, qrammatik səhvlər göy qoşa xətlə göstərilir. Yaşıl xətt anlayışı yoxdur, əziz tələbələr. Diqqətli olun. Hətta belə yadda saxlayın. Q deyil. Yəni, qrammatik səhvlər qırmızı rənglə deyil. Orfoqrafik səhvlər qırmızı rənglə göstərilir. Qrammatiklər göy qoşa xətlə. 62. Halqa topologiyasının
əsas fərqləndirici cəhəti nədir? Bir istiqamətli qapalı rabitə kanalının olması. Saat əqrəbi istiqamətində komitələr bir-birinə informasiya ötürür qapalı formada. Hansı URL doğru yazılıb? URL-in doğru yazılışı protokolla başlamalıdır. Bilirsiniz ki, slashlər üzü sağ istiqamətə qoyulmalıdır. Elə ona görə düz 3 dənə variant silinir. B, D və Y gedir. Qalırıq A-dan C-də. Yoldaşlar, bilirsiniz ki, domenlər də bir-birindən nöqtə ilə ayrılmalıdır. Çox rahat bir sual idi. Cavab C variantı. Növbəti sual 64. Aşağıdakı mülahizələrdən Windows 11 əməliyyat sistemi üçün hansılar doğru deyil? Start menyusu susmaya görə tapşırıqlar panelinin aşağı sol küncündə yerləşir. Tapşırıqlar panelinin ümumiyyətlə aşağı sol küncü buradır. Amma elə deyil. Windows 10-da elə idi. Windows 11-də start menyusu artıq mərkəzdə göstərilir. Siz əgər müxtəlif proqramlarla işləyirsinizsə, o düzdür. Sola doğru sıxışmış kimi görünür. Lakin standart halda mərkəzdə yer alır. Ona görə birinci səhvdir. Sonra yazıb ki, start menyusu susmaya görə aşağı mərkəzdə yerləşir. Bəli, düzdür. Start menyusu tapşırıqlar panelinin aşağı sol küncündə yerləşir. Start menyusu tapşırıq panelinin aşağı sol küncündə yerləşir. Sol küncündə yerləşir yazmayıb, üzr istəyirəm. Yerləşdirmək olur. Səhv oxudum. Start menyusunu tapşırıq panelinin aşağı sol küncündə yerləşdirmək olur. Bəli. Bu düzdür. Burada mütləq yerləşir yazım. 3-də isə yerləşdirmək olur yazım. Biraz səhv oxudum o hissədə. Fikrinizi yayındırmaq istəmirəm. Standart olaraq start menyusu mərkəzdə olur. Amma sol tərəfdə də yerləşdirmək olur. Ona görə 1 səhv, 2 ilə 3 düzdür. Search düyməsi tapşırıq panelindən gizlətmək mümkündür. Bəli, search düyməsi tapşırıqlar panelində yerləşdiyi üçün elə oradan da gizlətmək mümkündür. Tapşırıq paneli ekranında yerləşmə yerini taskbar settingə daxil olaraq select far corner of the taskbar to show desktop əmri ilə dəyişmək olar. Bu yanlış anlayışdır. Biz bu ən sonda yerləşən show desktop düyməsini ya gizlədə bilirik ya da ümumiyyətlə ya istifadə edə bilirik ya da gizlədə bilirik. Start menyusunu tapşırıqlar panelində taskbar behaviors bölməsinin müvafiq əmri ilə gizlətmək olar. Bu da səhvdir. Tapşırıqlar paneli üzərində sağ düymə vuranda taskbar setting açılır. Behavior'a gedib çatmırsan heç. Behavior buradadır. Heç oraya gedib çatmırsan, bax. Task view'unu istəyirsən göstər, istəyirsən göstərmə. Start menyunu istəyirsən göstər, göstərmə. Onlar nəzərdə tutulub bir düymə ilə. Bizdən səhvləri soruşduğu üçün 1, 5, 6-nı götürürük. Cavab Y variantı. 65-ci sualda istifadəçilərin elektron hökumət informasiya sistemindəki hüquqlarına aid olmayanları soruşur. Yoldaşlar, istifadəçilər açıq məlumatlarla tanış ola bilərlər. Bu doğrudur. İstifadəçilər hüquqları pozulduğu halda inzibati halda məhkəməyə şikayət edə bilərlər. Elə bu da doğrudur. Düz deyil. Sonra sahiblə, operatorla, iştirakçılarla qarşılıqlı əlaqəni təmin etmək üçün elektron qaydada işləməlidirlər. Bu da doğrudur. Adı üstündə elektron hökumət informasiya sistemi. Amma bizdən yanlışları istəyir. Cavab 3, 5, 6-dır. Çox rahat şəkildə bunu cavablaya bilərdiniz. Baxın, elektron hökumət informasiya sisteminin fəaliyyəti ilə bağlı zəruri sənədləri əldə etmək hüququ. Vətəndaş elektron hökumət informasiya sisteminin fəaliyyəti ilə bağlı zəruri sənədləri necə əldə edə bilər? Bu vətəndaşın hüququ deyil axı. Bu rəhbərlik səviyyəsində baş verən prosesdir. Və yaxud elektron hökumət informasiya məlumat mübadiləsində digər informasiya ehtiyatları və sistemlərinin müəyyən edilmiş texniki və funksional tələblərinə cavab verməyəndə məsələ qaldırmaq. Vətəndaş EHİS-dəki hər hansısa bir texniki problemi görəndə onunla bağlı məsələ qaldırmır. Onsuz da texniki problem ilkin olaraq daxildə bəlli olur və oranın
belə deyək də front ofis var, bir də back ofis var. Biz vətəndaşa gəlib çatana qədər onlar özləri bununla bağlı məsələlər qaldırır və zəruri dəyişiklik aparmaq hüququ əldə edir. Yəni çox rahatlıqla sadə vətəndaşın hansı hüquqları olub-olmadığını sezə bilərdiniz. Burada cavab A variantıdır. Növbəti sualımız. Bunlardan biri əməliyyat sistemi deyil. OSI, Open System Interconnection. Açıq sistemlərin qarşılıqlı əlaqəsi modelidir. Lokal şəbəkə predmetidir. Ümumiyyətlə, proqram deyil OSI. Növbəti sual. Deyir, yanvar sözü B sütununa yerləşməyir. Neyniyək ki, yerləşsin? Gətirək mausumuzu B və C sütunundan arasındakı xəttin üstündə 2 dəfə klikləyək. Ya da B sütunundan sonundakı xətti dartaq aparaq. Amma burada deyəsən, eninə uyğun düz deyir. Dartıb aparanda enini sən təyin edirsən. Amma yanvar sözünün eninə uyğun düzmək üçün sadəcə 2 dəfə klikləmək lazımdır. Bu sual son 2 ildə 3-cü dəfədir fərqli formada düşür. 68-ci sualda C5 xanasının qiymətini hesablamağımızı istəyir. C5 xanası da A1, C4 diapazonunun ən maksimal ədədini tapmağımızı çalışır. Baxın, bu diapazonu hesablayacağıq. Biz burada müxtəlif düsturlar görürük. Məsələn, power A1-in üstü 2. Yəni 8-in üstü 2. Bax, bu eləyir 64. Burada yazıb A1 vur 3. Bu eləyir 8 vur 3. 24. Bu yazıb max A1 B1. Yəni A1 B1 diapazondakı ən böyük ədəd. O da eləyir 10. Power B1'in üstü 2. B1 100'dür. Üstüne de 2 koyan 10'du. Üstüne de 2 koyan da eləyir 100. 81 plus A1. O da eləyir 81 plus 8 eləyir 89. Sonra A1 üstə gəl S1'in 2 qatı. S1 yoxdur. Boşdur. 2 qatı heç nə eləmir. A1 də eləyir 8. A1'dən A4'ə qədər ədədlərin cəmi. 8 üstə gəl 64. 72. Üstə 10 gəl 82. Üstünə də 24 gəl 106. Bu da eləyir 106. İndi bu ədədlərin ən maksimumu nə oldu? 106. Cavab A variantı. Gərək düsturların təyinatlarını biləsiniz. Növbəti sual. Baxın, mən bunu dərslərimdə çox vurğulayıram. Amma heç bəzi kitablarda bunun adı belə keçmir. Deyir ki, slaydları nömrələyəndə sıranın başlama nömrəsini təyin etmək üçün hansı əmrlə iş görülür? Cavab slide size. Niyə? Baxın, slide size hara, nömrələmə hara. Düzdür? Slide size slaytın ölçüsüdür. Səhifələri nömrələmək axı insertdə idi. Fikir verin. Slaytları nömrələmək insertdədir. Əmrin adı nədir? Insert slide number. Fikir verirsiniz, necə çaşdırıcı sual. Amma insert slide number slaytları nömrə 1-dən etibarən nömrələyir. Filan nömrədən başlayaraq nömrələmək istəyirsinizsə, design tabından slide size-a keçməlisiniz. Ki verin, yazıb start from. Məsələn, 5-dən nömrələ. Baxın, ilk slaydımın nömrəsini 5 verdi. Sonrası 6, 7, 8 və s. Əyani dərslərimdə də vurğulayıram, online qruplarında da deyirəm. Danışdığım hər bir cümlə bir imtahan sualıdır. Bəziləriniz bunu pafos kimi, bəziləriniz təkəbbür kimi qəbul edə bilərsiniz, amma bu reallıqdır. Suallar texniki biliklər və nəzəri biliklər tələb edir. Ona görə tələbələr dərslərdə nəzəriyyə ilə yanaşı texniki biliklərə də diqqət eləməlidirlər. Hamısı vurğuladığımız şeylərdir. Hamısı. 70'də də deyir, fayl virusları hansı genişlənməli fayllara yoluxur. İnformasiya təhlükəsizliyi PDF-imizi oxusaq, ölkədə o mövzuda yazılmış ilk PDF-dir. Mən yazmışam 14 səhifə. Baxın, birinci abzasında birinci suala cavab vermək olardı, 56-cı suala. 4-cü, 5-ci səhifədə də bu sualın cavabı var idi. Fayl virusları icra fayllarına və əmr fayllarına yoluxa bilir. Və siz Windows dərsində də öyrənmişsiniz ki, com və exe icra fayllarıdır, bat da əmr faylıdır. Cavab C variantı. Sizi növbəti videolarımda səbirlə axıra qədər
baxmağınız şərti ilə gözləyirəm. İmtahanda hamınıza uğurlar arzulayıram. Allah yolunuzu, şansınızı yaver gətirsin, yolunuz açıq olsun. İnşallah imtahanda ürəyi istəyən yüksək nəticələri əldə edəsiniz və bizim bu YouTube kanalının da dəstəyi ilə uğurunuza biraz da uğur qatılsın, nəticəniz daha da yüksəlsin inşallah. Salamat qalın.